Ukraynanın yeni müdafiə naziri Mikhailo Fyodorov, bilirsiniz 2026-cı ilin yanvar ayında deməli vəzifəsinə başlayıb. Artıq NSN kodu tələb edir bütün hərbi məhsullar üçün. İstisnasız. NSN nədir? NATO Stock Number və yaxud da National Stock Number. NATO standartları tələb edir. Əgər bir sən hərbi məhsulu Ukraynaya daxil edirsənsə, orada NSN şifrəsi olmalıdır. NSN kodu. Amerika Birləşmiş Ştatları standartlarına uyğun 13 rəqəmli. Bu nə deməkdir? Yəni Ukrayna getdikcə güclənir. Müharibə təzə başlayanda buna onlar deyirdilər ki, xüsusi hərbi əməliyyat. Biz heç hiss eləmirik. Orada xüsusi hərbi əməliyyat gedir. Biz onu hiss eləmirik. Biz müharibədə deyilik. Bu xüsusi hərbi əməliyyatdır deyirdilər. Sonra nə oldu? Ukrayna yavaş-yavaş Rusiyanın ərazilərinə girməyə və oraları vurmağa başladılar. Yan ərazilərdə, belə deyə, sərhədə yaxın. Sankt-Peterburg istiqamətində. Sonra nə oldu? İndi Moskvada, Sankt-Peterburgda və digər regionlarda Rusiyanın dörd bir yanında bombalar, raketlər, dronlar uçur. Yanacaq böhranı var. Saatlarla yanacaq doldurma məntəqələrində gözləyirlər.